Moda tarixindən stilistlər necə yarandı? Stilist geyimlə insan arasında körpü rolunu oynayan şəxsdir. Amma bu həmişə belə olmayıb. Uzun illər boyu xarici görünüşə tərzilər və modistlər cavabdeh idi. Onlar geyimi bədən ölçüsünə uyğun tikir, uyğun fason seçirdilər. Lakin daha çox əşyalarla işləyir, bütöv obraz üzərində isə fokuslanmırdılar. Demək olar ki, ilk stilistlər saraylarda və kübar cəmiyyətlərdə ortaya çıxdı. Bunlar ballar, qəbullar, ictimai tədbirlər üçün obrazlar yığmağa kömək edən insanlar idi. Amma o dövrdə bu hələ rəsmi peşə sayılmırdı. Hər şey kino və moda jurnalları dəyişdi. 20-ci əsrin əvvəllərində Hollywood studiyalarında aktyorun kadrda bütöv görünüşünə cavabdeh olan mütəxəssislər meydana çıxdı. Geyimdən saç düzümünə və aksesuarlara qədər hər detal onların nəzarətində idi. Vogue və Harper's Bazaar redaksiyalarında isə fashion editor rolu formalaşdı. Əslində bu çəkilişlər üçün obrazlar yaradan və geyimi necə düzgün geyinmək oları göstərən stilist idi. 80-90-cı illərdə isə buna şəxsi stilist və shopper formatı əlavə olundu. Bugün stilist sadəcə geyim seçən insan deyil. Bu peşə psixologiya, zövq, brendlər haqqında bilik və müştərinin ehtiyacının kəsişməsində dayanır. Kimi çəkilişlər və defilələr üçün çalışır, kimi ev, ofis, tətil, həyat tərzinə uyğun qarderoblar yaradır. Kimi isə ekspertlərin və ictimai şəxslərin vizual obrazını qurur. Amma mahiyyət dəyişməyib, məqsəd sizi sadəcə geyindirmək deyil, geyim vasitəsilə sizin haqqınızda bir hekayə yaratmaqdır.